Salam əziz izləyicilər. Bəlkə izləyən yoxdur. Salam yoxdur. 5 nəfər kimi divar baxır. Salam olsun bizi izləyənlər. Salam əziz izləyicilər. Çayxana verilişinin ikinci buraxılışında. Xoş gəlmisiniz deyir. İkinci buraxılışına xoş gəlmisiniz. Söz getdik. Başladıq, davay. Uşaq olarkən bizdən də böyüklər bizə həmişə deyərdi ki, bizim dövrümüzdə belə deyildi, bizim dövrümüzdə elə deyildi falan filan. İndi mövzu elə yerə gəlib çatıb ki, biz deyirik ki, bizim vaxtımızda belə deyildi, elə deyildi. Ya məncə deməyə haqlıyıq. Bax deyirsən ki, böyüklər bizə elə deyib, belə deyib də. Sənə deməyiblər get topunla oyna. Bax burdadır. Ata-bala qapı açıqdır. Ya maraqlı duzsuz əhvalatlardan, zarafatlardan edirsən, amma ki, yəni qapı açıq. Bir də eləmə. Hə, Eşən bəy. Limon atayım mı? Limon salayım mı? Hə də sənin misalına uyğun o vaxtı bizdən böyüklər, yəni ərk eləyib bizə kiçik kimi buyururdular. Mövzunu açmısan 90-lar, 2000-lər. Uşaqlıqdan başlayaq da. Uşaqlıqdan toxunaq mövzuya, oradan Mamacanın vurduğu şillədən. Döyülmüsən uşaq vaxtı, evdəkilər döyüb. Döyüb də. Döyülməyən uşaq olub. İndi qardaş gedirdik, futbol oynayırdıq, yıxılırdıq, dizimiz əzilirdi, dirsəyimiz əzilirdi, qanıyırdıq, gəlirdik evə ki, bəs əzilmişik. Evdə də bir qolası döyürdilər, cavab, nəş yıxılmısan. Yaxşı döyülməmsən. O qədər olub dalaşmısan kimdənsə, uşaqsan da, dalaşmısan, döyülmüsən fərqi yoxdur. Evə gedirsən, o evdə bir partiyada döyürlər ki, niyə döyüldün ya da niyə döyüldün. Şuluqluq eləyirsən. Müəllim səni nə edir? Vurur, döyür, eləyir də. Yəni indi müəllimin döydüyü qədər. Da demirəm, götürür şapalaq yumruq zadı elə yox. Sən uşaq kimi gedib valideynivə məsələn deyirsən ki, ana, ata, məni müəllim belə elədi, müəllim elə elədi. Uşaqsan da. Sən müəllim əgər tələbəyə, şagirdə əl qaldırsa, yəni bunu onsuz da yəni onu döymək məqsədi ilə və yaxud da büsgünə qoymaq məqsədi ilə eləmir. Prosta təmin məqsədi. Məktəb tərbiyəsi verir. İndi ailə tərbiyəsi ayrı bir şeydir, məktəb tərbiyəsi ayrı bir şeydir. Məktəb tərbiyəsi verir sadəcə. O da ki, yəni bizi o vaxt müəllim vuranda biz özümüzə ar bilərdik ki, valideynimizə deyək ki, falan müəllim mənə vurdu, mənə əl qaldırdı. Deməzdik, gizlədərdik. Gedib deyəndə belə, deyəndə belə valideyn deyir ki, müəllimdir. Yaxşı eləyirdidən başqa. Deyir, sən müəllimin sözünə nə şüqulaq asmamısan? İndi sözə bir də aydınlıq gətirim. Ailədən o tərbiyəni almayan səncə var məktəbdə ala bilər? Yox, o başqa. O ayrı bir mövzudur, bu ayrı bir mövzudur. İndi şeyə qatmayaq, mala qatmayaq. Bax, ailədən tərbiyə almaq başqadır. Ailə özün ailəyə uyğun tərbiyə verir. Məsələn, sən izah eləyir ki, danışır da valideynin ki, məsələn, burada bunu elə, orada onu elə, bunu eləmək olmaz, bunu eləmək olar. Bu məsələn pis bir şeydir, bu yaxşı bir şeydir. Amma məktəbdə nədir? Sən çıxdın evdən çölə, uca rahatsan. Bilirsən ki, sənin yanında valideynin yoxdur. Məktəbdə rahatsan axı, məktəbdə istədiyin kimi hoqqa verə bilirsən. Orada da müəllim girir ortaya ki, özü yığışdır. Heç mən də onu deyirəm də, ailə tərbiyəsi, ev tərbiyəsi başqadır, məktəb tərbiyəsi başqadır. Yəni müəllim uşağa məktəb tərbiyəsi verir. Cəmiyyətə, yəni cəmiyyətə bir normal insan formalaşdırır müəllim, başa düşdün? Yəni o normal formalaşmasa cəmiyyətə normal bir insan kimi çıxa bilməyəcək. Cəmiyyət də asta-asta korlanır buna görə. Biz nə yaşamışıqsa o vaxtı, bomba kimi də yaşamışıq. Yəni nə yaşayıbsa elə o dövrlərin uşaqları yaşayıb. Prosta fikrimi biraz şey kimi deyirəm də. İndiki uşaqlara mənim şəxsən necə deyim, yazığım gəlir. Pis mənada yox ha, yəni uşaqlıq yaşamırlar deyə. İndi nə deyir? İndi o da böyüyəcək, bundan qabaqçı deyəcək, yenə biz nəsə yaşamışıq, siz vəbşə yaşamırsınız. Hər şey olur. Böyük əvvəlki uşaqlar deyək də, qorxduqları, çəkindikləri yer olurdu. Yəni ən azından ailədən qorxub çəkinirdi və yaxud özündən böyükdən qorxub çəkinirdi. Yox, qorxmaq deyəndə hörmət mənasında qorxmaq. Amma indiki misal üçün özündən 5 yaş, 10 yaş, nə bilim, yəni indiki uşağa nəyisə deyəndə əksivə qayıdır da, sözə qulaq asmır. Yəni elə. Uşaq söz deyə bilərsən, iki uşaqlar mülki inspektor. Yəni belə deyək də, aysa mülki. Bu da burada belə qeyd. Sadəcə fərqli formalarda olsa da tarix təkrarlanır. Necə ki bizdən böyüklər öz uşaqlarını belənsə xatırlayırlar, fərqlilikləri dilə gətirirlər. Biz də həmçinin və bizdən sonrakı nəsillər də yəqin ki eyni tarix yəni təkrarlanır. Həyat bumerangdır. Bəli. Dünya yumruğudur. Necə atsa olmaz. Səni tapacam. O əlavə eləyəsən sonra. Dünya yumruğudur. Dünya yumruğudur. Yəni ki mənim balam.
bu söhbətlər elə gedib belə də davam eləyəcək. Yəni bizdən bir 10 il sonrakı nəsildə, 15 il sonrakı nəsildə oturub belə kaçat eləyəcək ki, yəni bizim dövrümüzdə belə deyildi. Elə ondanki bir 15 il sonrakı nəsildə oturub eyni şey deyəcək. Fərqli formalarda olacaq. Amma bəzi kənar təsirlər var. Onlar dəyişdirir. Yəni olan gedişat eynidir. Bəzi şeylər dəyişir. Necə ki Şirvanı Məmmədi görmüş uşaqlar nə görüblərsə onlar görüblər. Hə, onlar bir də olmayacaq. Bir də olmayacaq. Necə ki 90-lar deyir ki, bizim dövrümüz yaxşı olub, sizin dövrünüz pisdir. Eləcə ondan sonra da 2000'dən sonra gələnlər 2010-lara, 2000'lər və 2000'dən sonra gələnlər. 2000'lərə və 2000'dən sonra gələnlər deyəcək ki, yəni bizim dövrümüz yaxşı idi. Mən amma qəribə gəlir ki, məsəl üçün düz deyib normalda bizdən də böyüklərə qəribə gəlir. 2006-cı ildə doğulmuşam. 2010-da doğulmuşam. Mən interesni gəlir də adama. Necə yəni? İndi o 2010 deyirsən ha, yəni sənin üçün uşaq kimi gəlir. Ya mənim üçün də uşaq kimi gəlir. 2010-da doğulan 15 yaşı var. Amma o 2010-da doğulan, sən fikirləş ki 15 yaşı var. Şirvandır, Məmməddir, Nizamidir, yəni dəyərli pullar idi. O pulun bizim üçün çox böyük dəyəri var idi vaxtı. O pulu da biz evdən əlavə özümüz də, yəni uşaq olanda hamımız, yəni 90'ın uşaqları, yəni 90'dan qabaq da çox güman ki, uşaqlar eləyiblər. Yəni o pulu özümüz necə qazanırdıq, hansı üsullarla qazana bilirdik. Misal üçün dükana gedirdin, göndərirdilər evdən dükana. Oradan bir Nizami qalırdı, buradan nəyim 250 manat qalırdı. Belə özünə pul qalırdı. Benzin pulu. Biz Məmmədi, Şirvanı, Nizamini, yəni bizə elə hər çatan pul vermirdi ki, bizim özümüzün canımızda var ki, 5 manat, 3 manat. Manat deyirəm mən. Bir Nizami, bir Məmməd oradan-buradan necəsə qazanır. Necə qazanırdı o? Necə qazanırdı? Yəni uşaq idik da. Bütün uşaqlar eləyib bunu, yəni indikilərə çıxmaq şərtinə. Nəyəm gedirdi, butulka zdavat eləyirdi, banka zdavat eləyirdi. Dəmir satmışam. Alüminium mis aparıb satırdı. Nəyəm belə şeylərlə marojna pulu, nəyəm kompüterdən çıxardırdı. Hələ aroma butulkası o vaxt, yəni belə şeylər var idi. Yaşıl balaca butulka 5 qəpik idi. Şunurları yandırdı. Mis satırdıq, alüminium satırdıq. Çox o vaxtın sarı qızlarının 5 qəpik idi. İndi 250 manat idi. Sarı qız deyildi, aroma bankası, aroma. Banka şeydə yaşıl butulka. Yaşıl butulka. Bir də yaşıl da var idi. Onlar bahaydı götürdülər onu. Bir də heç yadımdan çıxmaz. Bəlkə bir yarım saat, 1 saat həyətdə divan var idi. O purjunlu divanlar olub. Ona çıxardım. O setkasını əzdiyim, tək özdə, əzib barmaqlarım qan içində apardım, zəvat elədim. Bir mapılı dedi. Onu da təsəvvür elə yolu keçdim, itirdim pulu. Təsəvvür elə daha nə bilim. Giz olmuşdum o. İndiki açıq danışaq da. Bax indiki uşağın özü gedib belə bir şey eləyər. Red qalsın. İndikilər nədir? Telefon. Hə, telefon. Onu da o uşaqlar eləyər ki, həyət evində böyümüş, kənd evində böyümüş. Ancaq belə uşaqlar. Yəni indi o Novostroyka şəraitində böyümüş uşaqlar, yəni məhəllə yoxdursa, yəni o şeydə alınan bir şeydir. Mənim bir şirmanım var idi, xərcləməyə yer tapa bilmirdim. Özü yeni il vaxtı idi, o düşmüşdü evdən. Qohum vermişdi mənə, yoxsa kim vermişdi? Yeni il zadı demək. Təsəvvür elə ki, naxadı yuxudan səhər tezdən durub, yeganə xalanın dükanına qaçıb partladan almışdım o vaxtı. Səhər uşağam da ağlıma gəlmir ki, yatan olar, nə olar. Bir ikisini partlatdım, sonra gördüm səs-sad gəlir, çıxdım gəldim evə. İndi bir Məmmədə almışdım da, nə qədər qalır bir Şirvandan? 10 Məmməd, 9 Məmməd pulum qalıb. Baxıram 9 Məmmədə, mən nə alım? Hara xəşləyim? Qutarım. Xəşlə qutarım. Belə baxanda indi 2 manatdır da, 2 manat bu dəqiqə nədir heç. İndi eləyən yoxdur uşaqlardan. O vaxtı toy olan kimi al sevinirdi. Qaçırdıq, maşınla Palatka toyu. Yox, ondan əlavə. Hə, maşın qabağı kəsmə, gəlin getdən. Şirinlik alırdı. İndi də eləyən var, amma azdır. İndi eləyən yoxdur. İndi üstünə çıxır adamlar. Mən köhnə kinoların biliyorsun nədirsə, və yaxud o kinoları necə çəkiblərsə, yəni mən baxdıqca bir kinonun əzbər biləm, amma yenə baxıram. Amma indi çəkilən kinolar tam fərqli. Necəsə yəni. Bax, sənə birinci ola bilər maraqlı, ikinci qətiyyən ona baxmırsan. Təkrar yox, heç çox vaxt heç baxmırsan da. Çünki mövzu maraqlı deyil, ssenari maraqlı deyil. Anonsundan ola bilər ki, nəsə biraz maraqlı gəlsən, o kinoya bir dəfə baxarsan. Amma ikinci dəfə onu yox. Məsələn, amma televiziyada bu dəqiqə hansısa bir köhnə, məsəl üçün şərikli çörək olsun, axırıncı aşırma olsun, 7 oğul istərəm olsun.
məsələ çəkirəm də, ya getsə, mən oturub bekar olsam oturub ona Köhnə baxacağam. kino O da- Həvəslə, o da- bilirəm amma nə olacaq. Amma həvəslə baxırsan. Bilirsən ki, maraqlıdır da. O da özün 100%. kinolarında aktyorlar, aktrisalar çox idi. Yəni Nə mənada? çeşid deyirəm, yəni çox idi da. Əslində düzdür. İndiki kimi Hə də yəni hansı şey- fərqli aktyor aktrisalar var. İndi bir dənə aktyor 70 dənə kilo at çəkmə. Köhnə Misal dövrdəkilər üçün hamısı teatr aktyorları idi. Teatr Əsl aktyorları aktyor idi. Teatrda. Hə də oxumuş, kurs Hansı keçmiş. ki, Hansı ki, bir dənə balaca Ay, səhnə sağ ol. eləsəydin, televiziyadan İndi uzaqlaşdıracaqdılar. Var, prosta sirkə Gedən gedən yoxdur. yoxdur. Mən getmişəm hala. Doğru. O Yox, o vaxtı vaxtı var idi. O vaxtı var idi, İndi gedən də var. var. İndi də var, gedən O deyil də yoxdur. o şey. İndi sən necə valideyn sənə bildin uşağa çəkir sırrı. İndi bilirsən- Yaxda oturmuşam. Yox, o vaxtdan- heyvana elə belə görürəm. Amma ki ta əlindən boşum tutub aparmasa, o Yox. sırrı bizə deyən o qaçırdı. Ondan başqa o vaxtı o sirk söhbəti də mən bilən səhv eləmirəmsə hər həftə, hər ay nəsə də belə padriyat olurdu, ardıcıl olurdu. İndi amma ancaq hansısa bir özəl bayramda zətdə illə bir dəfə, iki dəfə eləyirlər. O da ki heç kim maraq konseptlər qalmır. standartda axı klondur, 2 Hə, dənə ay, şey sağ ol. çıxardı. Hədəm bir də nümayiş özü çıxardı, standart. yəni. Belə deyim. O da tapsa ayını Hər Hər şey şey tapsalar, qotura gətirirlər oldu şey üçün. O vaxtı məhsul stadionuna mən məktəbdə oxuyan vaxt idi Hə. bir. Bir dənə böyük Aa, sirk gəlmişdi, hə. Şirlər, düz Aa. stadion olsa palat. Çadır qurmuş. Tam nəsə keçəcək də. Bir partladı ucu yanlış. Bu yerinə amma qoy. Axçı nöşkərmiş bura. Hardan gəlmiş? Hardan gəlmiş? Hə. Bu sağ stilidir, çayxana stilidir. Ya palatka toylarından Palatka danışaq. toylarından danışaq. O vaxtı bax palatka toylarından İndi var möhtəşəm. palatka toyu. İndi ret bax bu Təkər yaxınlarda tükəm olub, aldılar. bu Nə yaxınlarda olub. mallarda? Təkəm aldılar. Tək tük Yəni aldılar. red gret qalırlar. Hə. Yəni bax bu yaxınlarda olub. Yasamalda oldu. Mən getdim hadisə bir 15-20 dəqiqə qaldım. Meyxana deyirsən, Hə. almarşı deyirsən. Ay sual. O toy deyil, Ad verməyək də, reklam Ciyər verməyək. axşamı. Ciyər axşamı döyürdü o. Prosta Ya, fəqət prosta palatka meyxana qurmuşdu. deyənlər Amma o yığmışdılar, vaxtı, o meyxana vaxtı. deyil. O vaxtı başqa olardı. Mən məsəl üçün bilirdim ki, deyək hardasa Yasamalın o başındadır, mən bu başındayım, meyxana var. Ayaqla da olsa gecə saat neçə gəlib baxacam. Nəyə görə? Yəni o vaxtı həm o mövzu aktual idi. Meyxanaların 99% ancaq palatkalarda idi da. İndi restoranlarda zətdə belə. Dövrün trendi Hə, idi. dövrün trendi idi. trendi də. Başa düşdün? Palatka. Palatka toyu Özün necə? Bax uzaqdan sakitçilik oldu. Axşam vaxtı o vaxtı nə indi maşınlar daha çox işləyir. Nə səs yəni axşam vaxtı az idi. İndi daha çoxdur səs. Nəyinsə səsi gəlir də bildin necə. Amma o vaxtı bir hadisə necə deyim 1 kilometr qalmış. Sakitçilik olurdu, eşidilirdi səs. Bir o yeri tanımırdın ha hansı məhəllədə. Səsə gedirdin. Səsə gedirdin ki, Rəşad deyir o səsə gəlib çatdırırdın özünü. Deyirəm gecə saat 3-4 qəşəng meyxana gedirdi. İndi məsəl üçün həm palatka toyları azalıb. Həm də yəni necə deyim, həminki aura yoxdur. Həminki aura yoxdur. Ha, Meyxana yenə sevilir, amma həminki auditoriya yoxdur, həminki Auditoriya yoxdur. Auditoriya niyə yoxdur? Allah rəhmət eləsin. Müqabilə Cəli rəhmət Allah ona eləsin. qəni rəhmət eləsin. Aydın Xırdalanlı rəhmətə Allah rəhmət getdi. eləsin. Allah Rəşadın qapısını açsın, hə, inşallah. Rəşad da tutuldu. O vaxt Yəni köhnə sastav meyxana deyənlərin əksəriyyəti çıxıb. Ona görə yəni əvvəlki auditoriya indi yoxdur. oynayırdı, girişirdi orada. pul sərf edirlər. Girirdim pulları. Həm də mehribançılıq var. Yəni çujoy bir adam da gəlib o palatka toyuna girirdi. Toy yiyəsi heç nə demirdi ki, ay bala sən kimsən, çıx bayıra və yaxud. Amma indi onu eləyənməsən, indi çujoy adam gəlib arasa girən kimi deyir sən kimsən, davay, çıx bayıra. Pulunuz al otur. Hə, ya pulumu sal otur. Düz deyir indi pul bir qıra. Limon salayım mı? Sal. Hə, Sağ ol amma boş şair, sağ ol. Sağ ol Şahin. amma əvvəl başqa idi. Qısaca yəni qısaca belə deyək də, o vaxtın palatka toyu ilə indiki palatka toyu. İndi demək olar ki, o yox deyil. da, yəni konkret fərq var arada. Çalan fərq var arada. Məsəl üçün yəni rayonda mən öz şəraitimi quraram, orada yaşayaram. Nəinki məsəl üçün şəhərdə yaşamaq. Mən sənin Günün sözünü maraqlı. kətdə də indi həmən şey qalmayıb. Hə? Kətdə də həmən şey qalmayıb. Mən öncə fikir gəlib gəlirəm də mən rayondan gəlib gəlirəm. O abu hava heç kətdə də qalmayıb bir şey. Onu kəndə köçməyə nə səninlə razıyam. Nəyə görə o da? Bütün gün şəhərin stressini yaşayırsan. Adi məsəl üçün mən səhər-səhər durdum, mən maşını xotladım. İşdən evə gedərsən, o yolda olan necə deyim, Hadisələr, maşın stres, sürürsən, əsəb, stres, orada gözləmək, başa düşdün. Ona yol ver, Hə, buna ona yol yol ver. ver. Bu səhvgirdir. Bəli. O işə gedib çatan zaman ki, mən əsəbiyəm. Hə.
Elədir. Yorulursan. Hə, o yorğunçuluqdan irəli gəlir ki, biz istəyirik ki, pulumuz Qaçaq olsa, qaçaq gedək sakitçilikdə Hə, yaşayaq. sakitçilik. Yəni mən 5 dənə inəyin dalıyca qaçmağımla Yox, elə demirəm. əsəb olmayacağam. Yox, burada əsəb yaşayıram. burada heç kimi qınamalı bir şey yoxdur. Onu hamı istəyər, sakitçilik, rahatçılıq olsun. Nə o da nədən irəli gəlir? Bakı balaca şəhərdir, amma həddən artıq yüklənib. Mən bir toxunmaq istəyirdim. O vaxtdan yəni trendlərinə də. Buyurun, Məsələn, buyurun, nə var idi? Avtoşlar. Bəh. Beş mərtəbə. YouTube'un qızıl vaxtları. Hə, şaurma nömrə 1. Məsələn, şaurma nömrə 1 necə? İndi də var. İndi də var. Amma əvvəlki deyil. O deyil. O deyil, hə. O vaxtı şaurma Qarda deyil, deyil. şaurma yeyirsən, amma ki qiymət də ona uyğun. İndi məsəl üçün heç o da deyil. Plus 5 mərtəbədir, avtoşlardır. Məsəl üçün sən necə insanlar Tənbəlləşiblər. İnsanlar trendi hardansa öyrənmirdi. Yəni necə sosial Özü şəbəkə Trendi yaradırdı. trendi yaradırdı. Aysa o sən ucu gəlirdin mənə deyirdin ki, "A Emin, falan yerdə falan şey. A doğrudan getdi. A işte bax belənçinə ucu gedirdin, trend yaranırdı orada ki, a ucu bilirdin ki, məsələn hər dəfə burada belə bir Tema var. Tema var da belə deyək də. Qulaqdan da olmadı, ondan bundan Aysa eşidib. hə, amma maraqlı idi. Həqiqətən maraqlı idi. Sonra məsələn trendin musiqiləri var idi. Nə bilim, İndinin trendi ancaq TikTok video, mahnı oynamaq və şablon şeylər. Yəni Yəni standa şeylər. Bayağı Hamı da mahnı. mahnılar da bayağı kopyadır. mahnı, hamı da bir-birini təkrar eləyir. kopyadır. Yəni fərqlilik yaradan burada tək-tək O adamlar. vaxtı mahnıya qulaq asıb mahnıdan həzz alırdın. Həli, həli. İndi mahnının sözlərində O vaxtı adizə, məna var idi mahnıda. maşın şou. Hə, Maşın şoya baxanda Hə, ləzzət eləyirdi adama. Orada nələr Tək maşın şou deyil. Köhnənin Köhnənin ümumiyyətlə ümumiyyətlə televiziya verilişləri, köhnə verilişlər, yəni həqiqətən maraqlı olurdu. Yəni İndi amma yox. açıb ən azından televizora oturub baxırdıq, səbir çatırdı televizora baxmağa. baxmadı. Mən də baxmıram. Yəni son 10 ildə demək olar ki, heç baxmıram Plus- mən də. Televizora ancaq pensioner adamlar Hə. baxırdı, yaşlı O da adamlar. xəbərlərə. Açıqda, hə. Ya da Evdə şey oturur, seriallara. Bekarçılıqdır, neynəsin, kanallara bir veriliş Görə oturub kim- baxır. kim O da Hə, 2 dəqiqə verilişə oturub baxıram. Mən öz adıma necə oturub belə baxmıram. Heç vaxtını evdə olursa avtomatik baxırsan da. 2 dəqiqədən sonra elə bir dənə şey yoxsa Yadına adam düşür, əsəbləşir. Əsəbləşir Yenə adam. getdi. Yox, bu dəqiqə həm də Hım yenə televiziyada gəldi yadıma, hım yenə çıxdı yadımdan. Gələndə kim? televiziyada fərqli bir şeylər yoxdur. Yaxşı Axı. olar. Hansını çevirsən standart mövzular, standart vaxtı- verilişlər, eyni Bəli. ssenarili verilişlər. Yəni Özdə adam yorulur. Seriallar da ancaq o ev yıxmadan, seriallar verilişlər da nə bilim, eyni ev yıxmadan. şeylər. Yəni də o Yəni vaxt televiziyada tamam maraq mehribançılıq- qalmayır. Bəli. Həyət O vaxt İnternet dövrüdür Bəli. şey. O Yəni vaxtı televiziya şey səhər yuxudan dururdun ki tezdəndən ki Televizoru televizorda açar multfilm baxa, verəcəklər. hə. Hər səhər verir. Faqadi verəcəklər, sonra Tom qazet Jerry verəcəklər, Tom verirlər, Jerry Şirinlər. verəcəklər, Şirinlər Dublbom. verəcəklər, Şirinlər biraz Dublbom. Dublbom da var idi. Dublbom O da maraqlı var, idi. hə, əsasında, o da Dublbom maraqlı çox idi. maraqlı. Hər bazar oturub gözlədim ki, bu bölüm ay sağ ol. başlasın. Bax düz deyir. Bilirdin ki, filan günü bunu verəcəklər. Daha Ey, bilirsən. o da bir qırağı, o Hər vaxtı televizorda yox, Eşən. Teletekstlər var, Teletext. Teletext. Teletext hər televizorda olmur, indi çoxunda var. Girib baxa bilirdin ki, orada yazılır Qabaq falan canlı. var. Hə, Elə mən- şey olar. Ayşə, mən onu deyirəm də elə kanallar var idi ki, misal üçün həftəlik proqramı göstərdi qabaqsına ki, misal üçün gələn həftənin və yaxud bu həftənin 3-cü günü saat Falan 15:00-da hə falan kino gedəcək. Bəli. O saatı sıxırdıq ki, Özü həmin sevdiyimiz saat kinolar var. çatsın. Hə. Qəzetlərdə də yazırdı. Bir də görürsən ki, göstərmirdi. Zarafat Qəzetlərdən qəzetlər var. baxırdı. Yox, Qəzet vaxtı. demiş, indi qəzet heç şey İndi baxan qəzet yox. indi ancaq ağsaqqallar crossword həll eləyir. Yəni başqa heç nə. Bir də ki, Qəzetdən mən- odun zad yandıran, Hə. pet yandıran. Hə. Qəzetdən mən şey düzəltmişdim. Papaq düzəldirdim. Mən də Gəmi düzəldirdim. Gəmi. Ustalar zətlər də Hə, papaq aysa düzəldir. Çöldə bayırda böyümüş uşağla qapalı mühitdə böyümüş uşağın Fərqi çoxdur. psixologiyasında tamam Fərq var. böyük fərqlər Valla var. indi deyirlər uşaqları aparırlar psixoloq Qapalı- yana. Valla mən psixoloq görmüşəm. Mən döyülə Yox, Aha, psixoloqlar qoymuruq. Qapalı Mən- məkanda böyüyən Hər şey uşağın, qaydasındadır da yəni. Hə. qapalı Amma məkanda, hər şey- çərçivələr içində İndicilər- böyüyən uşağın travmalı olur, Onun psixologiyası üçün zəif psixologiya olur. yanına apar, psixoloq yanına apar. Yəni o psixoloq yanına aparmaq o boş-boş Yenə şeylərdir. düzəlmir. Qapalı məkanda böyüyən uşaqların ünsiyyət bacarığı olmur. Olur. Ünsiyyət bacarığı Qapalı olmur, məkanda danışıq söhbət danışıq edir. qabiliyyətləri olmur. Yəni Yəni ünsiyyət cəmiyyət qura içində bilmir, formalaşa bilmirlər, formalaşa bilmir, sosiallaşa özünü tapa bilmirlər. bilmir, zəif olurlar. Çətinlik çəkir. Çətinlik çəkir də. Zəif olurlar, özünə meyilli olurlar. Bilsən kimdənsə nəsə soruşmağa çəkinirlər. Biz Çəkinirlər, məsələn çöldə bayırda utanırlar. olmuşuq. İlk olursan da division olursan. Amma onlar sən
qapalı olar. Bütün gün evdə telefon zad o bu cür çölə adaptasiya ola bilər. Rəhmətli Siyavuş Aslan deyir də. Nə deyir? Yox, Nə deyir? yoxsa Denən mən deyirəm. Yaşar Nuri deyir. Nə deyir? O biraz jivoy olun da. Ay sağ ol. Ola biraz diri oynayın. Oynayın ha. Jivoy olun biraz, diri olun. Yəni doğrudan da elə olmaq lazımdır. Yəni O Şusteri, rus demişəm. O elə Siyavuş Aslan deyir də əslində Yaşar. Hədə Siyavuş Aslan deyir də. yəni optionda yəni Yoxsa Yaşar Nuri deyir. Demir. Yox, Yaşar Nuri deyir. Allah ikisindən də rəhmət Allah eləsin. rəhmət eləsin. Kim deyib yaxşı deyib. Yaşar Nuri deyir. hər kim deyib yaxşı deyib. İnternet klub dövrlərinə Qurtlar Vadisi disk alırdın evdə. Gedirdin disk al, mahnı yazırdın flash kartda internet klubda. Flash kartı qoyub diskə mahnı yazırdı. Kaset var idi. Kaset var idi, Kasetlərə ay, yazdırırdın. DVD-lər. DVD də yox, adi kaset. Gedirsən harasa. LED kaset. Aha, Aha, disket yox, LED kasetdə. LED var idi. Hədə LED kaset belə. Balacan deyirsən. Hədə balaca kasetlər. balaca. Magnitofonunuzu da taxıb Hədə o da oxuyurlar. var idi, bu da var idi. Yekə video kaset. Ay sağ ol, video kaset. Video kaset də var. Netdən gəlib şəkili çıxarır. Aynen. Fotoaparat. Al fotoaparat. Ay sağ ol. Çıxartma yanacaq, görüntü pozulacaq. O arada dekor kimi bir dənə fotoaparat qoymaq olar bura. Biz sizin fikrinizi Nəzərə alarıq. Mütləq. Gələn verilişdə Mütləq, görüşərik. mütləq. Yəni belə şeylər var. İnternet klubun deyib bayaq Murad nə deyirdi? Construct var idi. Ondan sonra Point Blank sonralardan çıxdı. Yəni sən PES zad, futbol zad oyunları vardı. İnternet klub deyəndə ağla birinci gələn GTA-dır. GTA. Hamımız onunla böyümüşük, hamımız onunla başlamışıq. Ondan sonra GTA 2, GTA GTA başı. 1, GTA GTA Sumqayıt. O əlavələr sonradan çıxdı, amma üz görünümü idi. Ay, Heç eyni bir şeydir. də maşından 07 zad var idi Hə. beləsinə. o Yəni GTA belə Vice eyni City temaydı. hamı bütün uşaqlar uşaqlığından oynayıb. Yəni adam var günün bu gününə kimi. Crash. Crashlar o. Yox, Crash var idi. Var, Yox, var. oyun çox idi ümumiyyətlə. İnternet klubların xod gedən vaxtı. Aa internet kluba girirdim. Dayda Skype-dan Rusiyada qızlarla danışırdı. Dayda. İndi Skype var. WhatsApp yığdım bir dənə görüntülü. Həmin daydalarda da Adnoklassnik var idi. Adnoklassnik var idi. Ha. Kontakt var idi. Adnoklassikin O qədər ən şey. əla vaxtları idi. Butulka oyunu. Construct yəni əfsanəvi oyun, o vaxtın əfsanəvi oyunu. İnternet klubda veçni. Hə. Mən Musiqi sənə boş yox ver. deyəcəm. İnternetin musiqiləri, yəni internet klublardaydı. Mən deyərdim. Ən Yox, qəşəng. belə İnternet klub idi, o fotomotozat dükanlarında idi, nə bilim video kaset, masetlər belə dükanlarda idi. İndi Disklər belə təzə şeylər çıxanda da, yoxdur. disklər təzə çıxanda hamı kaseti yerlər olurdu, apardı saatı falan neçəyə çıxsa. Kaseti diska çevirdi. Diska çevirdilik itməsin arada. Evet. Sonra mahnı yazdırıldı. Mahnı Kasetlər yazıldı. LED Adam çox Qurtlar Vadisi'nin ona diskdən gedib alırdılar. Hə. Disklər dolu. Seriya ilə. Seriya. Neçədən neçəyə. Bölüm ya. Hə, bölümlərdə neçədən Bir neçə. diskdə 3 dənə seriya olurdu məsələn. Bir də gördüm başqa şey çıxırdı diskdə. İndi aç. Özümüz Olurdu. O İndi şeydəki atırsan kimi, disklər qarşı. bəxt üzündəki kimi. İndi Ay, Rasim, bu o deyil. Onu da hoca 15-20 dəqiqəsinə baxandan sonra dəyişirdi ki, yox bu odur. Hə, Ne dostlar. rahatçılıqdır YouTube. Hə. YouTube, Netflix. Hər şey ən rahat. Hər şeyə rahat ol. Hə, bunun içində də hər şeydir. Ki, nə istəyirsən bax. Bəli. 62 30. Var idi Ya məndə. bunun səs keyfiyyətinə qulaq as. Şey, Daşı qram söhbəti var idi. Alanda 130 neçə qram olanda, 130 qram olanda deməli bu orijinal. Telefonu tərəzi ilə ölçüb alırdılar ki, bu orijinaldır. iPhone-lar yadıma gəlmir 4S-lər, 4-lər. Əlimlə belə yoxlayırdın ki, ağırdı yüngüldü. Dubarkadır yoxsa yoxsa. yox. bir ara Point Blank çıxmışdı. Hesab artırıb Hesab yığırdılar, Satırdılar. satırdılar. Sonra Hələ şey. indi oyunlarla da. İndi də PUBG. PUBG-ni. Ay sağ ol. Nəsə deyirdim. Yadımdan çıxdı. Tamam. Nəysə. Yəni oyunlardan desək belə, oyunlardan oyuna fərq var idi. O vaxt biz misal üçün nə oynayırdıq? Ən çox futbol. Yo, indi misal üçün PlayStation 5 var, nə bilim 4 var. O vaxt belə şey yox idi. O vaxt Sega idi, Dendi idi. Hayır, indi Nə bilim, şuralar ağada- maksimum Sony 1 idi. Sega. Bir də ucu təzə-təzə 2 çıxmışdı. Yəni bizim gördüyümüz nə Sega, Dendi, nə bilim. İndiki uşaqlar PlayStation PlayStation 1. 1. Nədir virtual
Aləmdir. Yeri Yuxarıda gəlsə yaşayırlar. PlayStation 5 belə nostalji 4-5 sayılır. dənə Prosta hədiyyə Putnamda deyənə. İndi bu deqamsız şey. Hətta yəni Nostaljidir, prosta grafika uje yeni yeniləri. grafikadır deyənə o deyil də. Amma Sony 1 oynayırdıq misal üçün. Sony 1-də Driver oynayırdıq. Pepsi Man oynayırdıq. Crash oynayırdıq. Crash oynayırdıq. Kaset nə idi? Şeyini Diski şalvarımıza silib qoyurduq. Ho eləyirdik. Anan qabığı yoxsa yoxsa iki ikilində Diskin öşdüyəcək. cızıqlar. Sega O kasetləri. Sega kaset. Sega. Mortal Kombat 2. Taxırdıq Bir dənə beləsinə. Sega kasetini alaq taxaq. İlk Metronun Mortal altı Kombat'ı saxladı. orada oynamışam mən Sega kasetində. Metron jeton O olan vaxt vaxtlar. Kombat. Excel'də yığılmış On kvadrat düzəməlli də seçə On bilmirsən. kombatı necə vapşe qoyulur. zor idi. Hə. Bir dəfə Oğlan yadıma gəlib bir dəfə Elşənə göndərmişdik səhər tezdən ki Sega şey Mortal Kombat 3 idi deyəsən. 3-cü şeyin kasetin getdi bir 4 saat 5 saat yoxa çıxdı. Gəldi evə taxır ki kasetin üstü başqadır, içi başqadır. Yenə də Ay Allah çox. Bilirsən, Allah'ım. şey Allah'dır üstü bunlar. ayrı olurdu, içi ayrı olurdu. Mario. Tetris. Bir Baxırdın. dənə Tetris. söhbətə var. Tetris. Bir dənə kaseti tapmaq üçün 4 saat çıxırsan, 4 saat çöldə işte, gəzmirsən. axtarırdın. İndi bir dənə alıb Play Marketdən. əlinin altında. Əlinin altında. Ha, yəni o vaxtı Kompüterlərində. elə idi oyunlar. İndi İran misal üçün oyunları. PlayStation 5 çıxıb, nə bilim, kompüterdə ən son qrafikalı oyunlardır. Belə deyək də. Yəni əvvəlki oyunlarla indiki oyunların da fərqi. texnologiya deyək də. Texnologiya Məsələn, inkişaf avtobus- eləyib. 5 yaşına, 6 yaşına qədər pulsuz idi. 8-9 yaşım var idi. Yəni deyirdim 5 yaşım var, pulsuz mı idi? Ha. Təmizlə buranı. Gəl mən təmizləyirəm. Ha. Sən Texnologiya deyək də qısacası. Bax o vaxtı qardaş. Texnologiya. Texnologiya. O vaxtı Buna onu əlavə eləyərsən. Texnologiya. Yox, orijinal Texnologiya. Antena o telefon. Sega idi. Ondan sonra Tetris idi. Sonra Motorola. şeylər var idi. Radio var idi. Beləsinə taxırdın aşını, tükünü. 2 manatlıq radio. Kənddə ancaq Dəqiqə başı da xarab olurdu. Hə. Dəqiqə başı yəni şey bir neçə gündən sonra. Batareyka ilə xarab olurdu, işləyir ay də. sonra. İndi amma daha da inkişaf edir. O vaxtda MP3 var idi, MP3 var idi. İndi Hə. MP3 işlədən var, MP3 player. yox. İndi AirPods-lar var. o vaxtın texnologiya ancaq yəni bunlar olub da. Yəni MP3 olana sən necə baxırsan? Bu imkanlı. oyunlarımız da nə olub? Samakat düzəltmək, sürmək, o təkərli Təkər, məftillə təkər. Təkər ondandır. Misket. Ondan sonra misketdir. Biz onun şarik variantını oynamışıq da. Ondan sonra şey var idi. Futbol butulka ilə zadla. Bax indi məsəl üçün elə şey yoxdur. Futbol oynayırdıq. Tapanca, Məhəllədə tapanca uşaqlar oynayırdıq, yığışıb tapanca gizlən. oynayırdıq. Ən yaxşısı. Məhəllədə gizlən qaç oynayırdıq. Nə Aynen. Ən bilim. yaxşısı bax. Sonra- sərt oyunlar. Parol oynayırdıq. Sağ ol. Döyürdün ya, vururdun, parol deyil. Meyvə yeşiklərini sökürdük, avtomat düzəldib, Hə. sonra bir-birinin Yarı tikili altına- evlərdə tapanca bir-bir- tapanca. Dəsmalı bükdəlib dalaşmışıq. Hə. O O qədər. qədər. Sulada oynayırdıq sonra. Suladı nədir? Butulkalara su, yayda bir-birimizi sulayırdıq. Balış davası. Balış davası Ay məsələn. onu deyir də. Kim deyir? Və ya kim çədidir onu? Bu deyir, bu Yox, dəsmal. o Dəsmal dəsmal. davası. Mən dəsmal. O şütəlin tap batara bir sən nə vardı? Adama həm ləzzəti. Qaşdı tutdu oynayırdıq, parol oynayırdıq, nə bilim. Snapchat. O vaxtki uşaqları evə yığa bilmirdilər çöldə. İndiki Çölə uşaqları evə Çölə çıxardılar. O bir dənə şəkil var. Şeydə göstərir ki, uşaq oturub evin içində PlayStation oynayır. Anası gəlir deyir ki, bəs abala çıx çöldə oynayacağam. Uşaq da çıxır çöldən pəncərədən baxır PlayStation oynayır. Belə məzəli bir şey. Demək istədim tim xətrivədə ya. Yadmasal gələn verildi. Hə, yəni texnologiya çox inkişaf eləyib. O vaxtı biz misal üçün knopkalı telefonlar işlədirdik. Bankanın qapağı olurdu, çatdırdıydı o oyunun adı. Bankanın qapağı var, Zamaska. Yəni biz çatdırdıydı da bir qarış, iki qarış. Onun içini doldururduq qırna, üstündə qumbuluyurduq ki, ələ yapışmasın da. Ağır olurdu axı. Bax bir sənə yoxçu kopya. O şey, nə deyirlər o buzun üstündə oynayana? Xakeyin daşı var ha. Hə. Onu oxşuydu qara rəngdə. Forması da o yumru idi. Birinci atırdın. Hələ o oyun mənim tam yadımda deyil. Atırdın, düşürdü. O birisi də ona vapşır. Mindirdi deyirdi, dəydi, nə bilim. Dəydi ya bir qarış. Heç olmasa yəni ən minimum belədirsə yəni bir qarış olmalı ki, qalib. Zamaska idi da, Zamaska oynayırdıq banka qapağı ilə. Vururduq plak. Tək o deyildi, yəni Yəni bizim şariklərlə oynayırdım. Şişəklər. Ay misket. Misket. Bildindən sonra Kraskan Hə, o onunla da oynamışıq. Sonra Yox, şey- oyun çox idi. Ümumiyyətlə 90-ların uşaqlarının oyun fantaziyası çox idi. Əlbəttə ki, məsəl üçün Məsəl üçün məftillə təkər onu sürmək. deyəcəkdim. Onu deyəcəkdim. Sürmüşəm onu. Samakat düzəldib Ay sürmədi. sağ ol.
Nə bilim. Düzdür. Üz aşağı bir dənə itəliydilər. Hər şeyimizi Bir dənə özümüz düzəldirdik də. Hə, əyləncəni özümüz yaradırdıq. Bir oyuncaq almırdıq ki, top yoxdur, mama, pulka ay var. baba mənə falan oyuncaq al, günə al, mən Alan da yox. Alan da yox. Alan da yox idi. Ay, Maksimum aldıqları top idi. məcbur düzəldirdi. O da ki bir dənə top var idi. Ancaq şey klassik Üstündə bayraqlar. Ağ-qara. Ağ-qara Üstündə bayraqlar olan rezil top. Kimə qoyurdunuzsa şikəst olurdu. Bir dənə yandırmağı yandırır. Üstsüz toplar olur deyə suyu yığırdı, daş kimi olur deyə adama dəyəndə yandıran. Üstsüz topla. Daha Ala üstsüz hə. olmuş Ala bu toplar. sən nə deyir? Ağ-qaradır da. O ağ-qaranın bildiyi prosta dərisi yoxdur. Dərisi parça kimi suyu bağırlaşırdı. Bir dənə adamı yandırır, o da yandırır. Çox Biz təsirli. futbol oynayanda uşaq vaxtı. Futbola qayıt bir dənə də bu temaya fikir ver. O məhəllədə bir nəfər olur, onda olur ha topa. Hamı gözləyir ki, bu çıxacaq. Hamı oynayacaq. Futbol oynayacaq. O evə Özü gedəndə həmin Qəbəsə buradan salam. Özdə həmin adamda qapısı durmazdı. Deyirdi top mənimdir. Ürək istəyən Mamet götürürdü topu çıxır. Sən Heç qaldı. kim oynanda qutarırdı. heç kim onun xətrinə dəyə bilməz. Rahat sığallıq eləyə bilirdi. Top onun eləyəni heç nə deyə bilmirdi. Uşaqlar var idi ki, oynatmırdıq da başa düşdük. Evdə şikayət edirdilər ki, uşaqlar oynayırlar. Valideyni gəldi, nə Anası gəlir ki, bu uşağı da oynadım da, bunu niyə oynatmırsan? Məhlə. Bir də gördün oyunun içində qırğın düşürdü. Məsələn, məhlə futbollar var. Qırğın düşür. Dava düşür. Dəlixana düşür. Yəni 90-lar olaraq və 2000 üstü uşaqlar müəyyən bir ilə qədər də 2003, 2005-ə qədər maksimum. Heç 2005 deməzdim. 2001, 2002, maksimum 2003-ə qədər. Yəni oyunları biz özümüzdən kəşf eləyirdik, oynayırdıq. Əlbəttə ki. Nə bilim, məhəllədə yığılırdıq məhəllə uşaqları. Məsəl üçün həyət evlərində böyüyən uşaqlardan gedir də söhbət. Yığılırdıq məhəllə uşaqları, məhəllədə futbol oynayırdıq. Həyət evləri deməyək də, buna konkret məhəllə deyək. Məhəllə evlərdə həyət evlərində indi hamı həyət evləri kimi İndi bax belə bilir də. deyil. Xruşovkalar vardı 5 mərtəbəli. Olan uşaqlar da düşüb oynayır. Hə də mən də o məhəllə Oynayırlar oynamağa. Amma indi məsələn O məhəllə Navastroyka. amma yox indi Navastroykada da var oynayanlar. Prosta yəni o deyil də, yəni əvvəlki kimi deyil O vaxt də. uşaqların arasında mehribançılıq var idi. O yığışırdılar. Hə bu gün gəlin bizlə gedib. Hə də ayso. Dəmir üstü, gizlan. Ən azı heç onlar bir qırağı məhəllə olaraq qonum qonşu bir-birini tanıyırdı. Salam əleyküm var idi. İndi Navastroykada çıxırsan, heç kim üzünə baxmır, salam vermir, Liftə tanımır. girirsən, salam belə verən yoxdur. Yəni biz ümumiyyətcə 90-lar olaraq çox əyləncə növü olub bizdə. Həm də Yəni çox oyunlarımız olub. Həm çox əziyyət görmüşük, çətinliklə böyümüşük. Onun da səbəbi nədir? Özümüzdən əyləncə kəşf etməyimizin səbəbi evdə Yoxluq. Evdə otura bilmirdik. Başqa bir məşğuliyyət yoxdur. Ay, Başa sağ ol. düşürəm. Başqa dərsdən gəlirdin. Telefon yox, internet yox. Telefon, sosial internet, şəbəkə kompüter yox. yox, Kompüter var idi, Var. hər adamın evində Hər yox. adamın evində yox idi. Toppuş var idi, toppuş. Bilet Şeylər Kukruzu deyirsən də. Yığmamışam. futbolçu şəkillər, futbolçu şəkilləri. şey velosiped axırda priz uduş velosiped. Neçə dənəsi yığmaz. Turbo saqqızlar. Amma heç vaxtda yığıb tamamlamaq olmurdu. Həmcə yarımçıq qalırdı. Lovedə turbo saqqızlarda maşınlar çıxırdı. Lovedə İndi də var, yox, saxla. Pokemonlar yadıma gəldi. Əvvəlki dadı vermir. Ay sağ ol. Yumruqlar, hə, Pokemon Bir dənə belə dedim. Hə. Fırlandısa səndir. Fırlanmadsa uduzursan. Yəni maraqlı şaşqı zad oynayırdı. Şaşqı. Domino elə də çox getmirdi. Yo, domino ağsaqqallar oynayır. Şaşqı oynayırdıq, sonra Şahmat. X-Nolik oynayırdıq. şahmat var oynamışıq. X-Nolik var idi. Ən çox ondan oynayırdıq məsələn. Sonra oyun var idi, bilmirəm siz oynamısınız ya yox. Belə ailə içi və yaxud dostlar arası. Lato. Yo. Lato Şəhər Lato Lato. Hə, yığışırdılar misal üçün 6-7 nəfər. İşıq sönəndə biz oynayırdıq. Hə, çox vaxt Hə. belə tarixanda Sözün beçə. axırındakı hərflər. Yo. Oyunun adı At şəhər idi. Hə, ayso. Nə At şəhər. Nə bilim. Nə bilim kino adı, nə adı. Onu oyun necə oynayırdın? Misal üçün bir dənə kitabı açırdıq, gözümüzü yumurduq, ruçkanı vururduq, hansı hərfin üstünə düşdüsə, misal üçün Ə hərfi. Ə ilə adam adı, şəhər adı, Əliyev. belə şeylər. Ərdəbil. Biz o məktəbdə oynayırdıq. Hətta yəni Bizdə həmişə işıqlar sönəndə oynayırdıq. oynamağa bir əyləncəli bir şey tapırdıq. Hətta yəni Oyun maraqlı da baş keçirdi qatırdı. yəni. Adam Bizə- özündən bir şey çıxardırdı da. Yəni Hətta nəsə yaradırdı. Əsas hə. məsələ boş sən nədir? durmurdun. da. Əsas məsələ sən nədir? Aktiv idin. Ay sağ ol. Yəni sən də daim hərəkətdə idin, başa düşdün. Bu olmasa belə, onun yerini dolduracaq başqa bir əyləncə növü var idi. Məcbur tapırdıq. Hətta oyun içindən oyun tapırdıq. Əyləncə içindən əyləncə tapırdıq. Evə gedəcəksən,
Yəni o vaxtın şey. Biz heç evə yığışmırdıq axı. Söhbəti yox, onun üçün deyirəm. Siz dartırdınız. Səhər döyə-döyə yığırdılar evə ki, gəl balada yığış. Gizlən paça biz necə oynuyorduk? Gizlən paça oynuyorduk. Gizlan pasta Adı şeydi. Biz elə qeyb yerdə bir dənə gizlənirdik Hə. ki, məsəl üçün 5 nəfərik, biri yumub, dördümüz də qeydib birinin evinə, qapını da bağladı, otur, yetdim səhərə qədər axtardı. Mən də onu deyəcəydim. Gizlan pasta gedirdin evdə oturdum, sonra o da axtarır, özü üçün xəbər yoxdur. Şeydə bir də vardı, Elə onu bir demək gizlənmisən. istəyirəm. Biz nə ediyorduk? Gecə oynuyorduk çox vaxt. Köynəyimizi dəyişirdik. Ha, Səhv yandırırdı, adımızı deyir, səhv. yandırırdı. Prosta onun adı bırda başqa deyirdi. Əlin nədirsə baxdı deyirdilər. Ha. Başaşdın. Əlin dəmirdə zad belə şeylər. Əlin dəmirdə yazardı. Dəmirin Ya, üstündə. ya, o Hündürə çıxdı da. o gizlənqaç oyununda da adı səhv deyəndə deyirdik. Hə. Dondurdu o. Əlinə O hesab yaradı var. bir də yumurdu. Bəli, dondurdu var idi. Bir də görsən dondurdu deyildi. Heykəl taraz. Sonra şey var idi. Axşam deyildi, axşama qədər Hündürə qalırdı. çıxdı zad oynayırdıq. Sonra şey var. Hündürə çıxdı da Hündürə biz çıxdı. ağaclara dırmaşırdıq. Ağacı nədir? Evin zadın üstünə Yox, elə yox, dırmaşırdıq. bizdə başqa Damazada şeydir. Biz çıxırdıq. ağaclara dırmaşırdıq. Amma necə ağaclara dırmaşırdıq? Sıx ağaclar idi. Gözləmir. Oradan ora keçirdim. Buradan başladın, ora kimi axıra kimi getdi. O gəzirdi ağaclar. Elə bir Tarzan da. Bildin Tarzan olmuşduq. Adicə bir də məsəl üçün bizim məhəllədə yar tikili bir dənə divar var idi. Məsəl üçün böyük uşaqlar ki çıxıb tullanırdı məsəl üçün. Bu oradan tullana bildi. Mən məsəl üçün çıxdım, balaca idim. Başa çıxdım, yıxıldım, ayağım burxuldu, elə qaldım orada. Götürdülər, apardılar mənə evə. Onların həvəsinə o bunlar atlanır. Bir dənə də mən çıxım tullan. Atlana bilsən sonra bomba. Məsələ sən nədir? Risk eləyirdin. Bilirdin ha nəsə təhlükəli. Həm aktiv uşaqlar o idi. həm də evdəkilərin risk görəndə eləyirdi. üç tərəfli riskidir. Həm yıxılma riskin var, Ölümü, amma biri ölmə 100% da, yəni Biri- gördülərsə evdə Aysa. də ölmüsən. Yəni yıxıldın, yıxılmadın, gördülərsə şey. Və yaxud döyüldün. Döyüldünsə yenə döyüləcəksən. Yəni risk eləyirdi. Amma Yəni yekunda döyülürsən Hə. hə. Məsələn, Mən də axı onu döyülmək. şlabrayacam döyürlər. Oy belə bomba düşüb alanın. Abi taze veriliş rəftarı. Deyir, bağda ərik var idi. Salam melek var idi. Bağda əli qutardı, durun. Salam melek qutardı, durun çıxaq gedək. Bugünkü mövzumuz bunlardan ibarət idi. Növbəti verilişdə mövzunun nə olmasını istəyirsinizsə şərh bölməsində bildirin. Videonu bəyənin, paylaşın və abunə olun. Tamam. Gecəviz xeyrə. Miau! Miau bilən. Ha miau yaddan çıxıb. Düşdü ala var dövlətin. Düşdü. Var dövlətin.